Bu gün xəstəliklərin böyük bir qisminin, xüsusilə xərçəng xəstəliyinin əmələ gəlməsində nə deyirlər? Deyirlər ki, birmənalı şəkildə bu xəstəliyin yaranmasında qırmızı ət, şirniyyat və xəmir xörəkləri rol oynayır. Un məmulatları rol oynayır. Niyə? Çünki onlar yananda orqanizmdə turş mühit yaradır. Turş mühit də xərçəng xəstəliyinin yaranması üçün şərait yaradır. Bəs qarşısını alan vasitə orqanizmdə qələvi mühit yaratmaqdır. Və qələvi mühiti nə ilə yaradar? Təbii ki, meyvələr, göyərti, alma sirkəsi və o tipdən o qrupdan olan qələvi mühiti yaradanda artıq orada xərçəng inkişaf edə bilmir, yarana bilmir. Ömür dediyimiz kimi bir xəstəliyin fonunda deyirəm, yəni ki, ümumi qaydada, yəni hər bir xəstəliyin də elə şəkər xəstəliyində də nə deyilir? Şəkər xəstəliyində də həmin söz deyilir ki, un məmulatlarından uzaq durun, şirniyyatdan uzaq durun, qızartma yağlı xörəklərdən uzaq durun, çox miqdar hərəkət edin, bol miqdar su için.